Oturdu belə dəftəri götürdü. Dedi, görün burada. Belə düzüyə dönürdüm. Qəhər, mən elə bir ki, baxmadan 16-17 yaşında da kişilik olur adamda. Qürurla qəhər məndənətərə qarışırsa, belə olan. Buyurun çalışım. Yəni, nə ağlaya bilmirsən, qalasam neyidinə qoyacaq. Yəni, ağlamazsan da ürək partladı ki. Deyirəm, nə işləmək, de görüm. Nesə müəllim yanında hazırlaşsan. Atanamda gəlmişəm, baxım görüm, mənim oğlum oxur, yoxsa həvəs yenə deyirəm də, musiqiyyədir. Özüm gizlin KVN komandasında da yaratmışdım. Belə, biri var, kitabı normal vərəqləyəsən, ədəbə kitabını götürüb əlinə, biri var belə də normal vərəqləyəsən, bax, papam belədir, rəhmət deyil. Mən elə bildim, məni yeyəcək də. Şimdi sən bu kimdir bu kişi? Nizam Gəncəvi. Nə işlə məşğul, nə yazır? Nizam Gəncəvi. Minzikədən görürük. Nətər mənə o elə dediyimə görə deyə bilmədim, nitqim qurudu. Nətər məni vurdusa, da gördüm öldürəcək Dilarə xanım. Allah hamd olsun, gördüm məni öldürəcək. Bir variant işlətdim, bunu öldürməyə pisdir, döyməyə pisdir. Abi qoyur, düşürsən bir də qoyur. Özü də məni döyürüb də o qədər adət halını alıb ki, hamı deyir ki, papa çay gətirək də, mən öldürürüm dalımdan mənim bunlarla. Tamam orada pəncədən qoğuşdan daşım, mənim hay Allah qoymayı ki. Sabah ki, öldürürəm üçün yəqsə yox deyək. Heç neyin olmadı. Yesin tükə səni göndərmişəm, yesin. Yaxşı, bilmirdik haradı. Bildim, evdən. Xuday bala. Sənin üçün deyirəm, nə oldu? Yesin tüküdən qayıtdın elə. Eylədim ki, yəni qorxsun ki, oy balama nə oldu? Bunu yaddaşı pozdu, bilmədi bura haradı. Dedi, yesin tükə göndərmişəm, tabala gəlmiş, istirahat edir. Dedim, yaxşı. Naradı bura, evdən. Mən belə başa düşürəm ki, bax, uşağı döyməklə döyür. Elə də fəqan oxumadı da. Vallahi oxumadı. Mən niyə ümid edirsən? Nefdə məni gəldi, nətə turlatsa, getdim arxa partiya düşdüm. Vay. Gəlib sinifə həmişə mənə deyirdi ki, dərsini danışa bilmirdi. Mamam yazdı dedi ki, vallahi Əfqə, sənin yanında həyəcan keçdi, danışa bilmirdi. Amma bütün gülə qəşək danışır. Məktəbdə də müəllimlər deyir, yaxşıdan. Mamam yazdı həmişə müdafiə edəcək, qan düşməsin də. Dedi ki, danışa bilmirsən evdə. Dedim, danışa bilmirəm. Dedi, öldüm, məktəbə gəlmən nədir?